bürcü 16 Mart 2026-cı il. Yaxınlarınıza da, özünüzə də anlayışla yanaşın. Bugün nə qədər çox səy göstərsəniz də hər şey hamar getməyəcək. Amma görə bildiyiniz işlər də kifayət qədər yaxşı nəticə sayılacaq. Ona görə xırda nöqsanlara görə özünüzü danlamayın. Bir çoxunuz üçün gün boyu yaxşı əhvalda qalmaq asan olmayacaq. Elə görünə bilər ki, evdəkilər sanki qəsdən əsəblərinizlə oynayır və ya səbrinizi yoxlayırlar. Belə anlarda dərhal reaksiya verməməyə, qısa fasilə edib vəziyyətə başqa gözlə baxmağa çalışın. Boğa bürcü 16 Mart 2026-cı il. Hər şey gözlədiyiniz kimi alınmayacaq, amma siz planlarınızdan imtina etməyəcəksiniz. Bu da doğru qərardır. Səy göstərsəniz uğur qazanmaq mümkündür. Üstəlik tək başına hərəkət etməli olmayacaqsınız. Lazım olan anda sizi dəstəkləyən, kömək edən insanlar yanınızda olacaq. Yaxınlarınızın məsləhətinə ehtiyacınız olsa, onlar da fikirlərini məmnuniyyətlə sizinlə bölüşəcəklər. Maraqlı tanışlıqlar mümkündür. Müxtəlif insanlarla asanlıqla əlaqə quracaq. Xoşunuza gələnlərlə tez yaxınlaşacaqsınız. Romantik hisslərin yaranması da istisna deyil. Yeni münasibətlər sürətlə inkişaf edə bilər. Amma siz sağlam düşüncəni qoruyacaq və düşünülməmiş addımlar atmayacaqsınız. Əkizlər bürcü 16 Mart 2026-cı il. İşə diqqəti toplamaq çətin ola bilər. Buna görə hətta adi tapşırıqların həlli də həmişəkindən daha çox səy tələb edəcək. Gözlənilməz gecikmələrə, uğursuz təsadüflərə və adətən güvəndiyiniz yaxın insanlarla anlaşılmazlıqlara hazır olun. Amma bütün bu xırda xoşa gəlməzliklər nə əhvalınızı korlayacaq, nə də qərarlarınızın düzgünlüyünə şübhə yaradacaq. Nə olursa olsun, seçdiyiniz istiqamətdə irəliləməyə davam edəcəksiniz və bir çox iş uğurla başa çatacaq. Xərçəng bürcü 16 Mart 2026-cı il. Sakitliyi qorumağa çalışın. Bugün bu xüsusilə vacibdir. Sizi kədərli fikirlər, keçmişin xoşa gəlməz anları ilə bağlı xatirələr bürüyə bilər. Amma özünüzü ruhdan salmağa imkan verməyin. Vəziyyəti yaxşılığa doğru dəyişməyə çalışın. Bu, sizin gücünüz daxilindədir. Yaxınlarınız mütləq sizə həm sözlə, həm də əməli ilə kömək edəcək. Günün ikinci yarısı çox məhsuldar keçəcək. Maraqlı məşğuliyyətlər və yeni ideyalar gətirəcək. Qohumlarınıza qayğı göstərmək, sevdiyiniz insana dəstək olmaq imkanı yaranacaq. Səfərlər və gəzintilər də uğurlu keçəcək. Şir bürcü 16 Mart 2026-cı il. Ailə işləri və qohumlara qayğı göstərmək üçün əla gündür. Sizin üçün əziz olanları diqqətlə əhatə edə, çətin vəziyyətə düşən dostlarınıza dəstək ola biləcəksiniz. Bir çox problemlərin öhdəsindən asanlıqla gələcəksiniz. Çünki onlara öz yanaşmanızla yanaşacaq, başqasının nümunəsini təkrarlamayacaqsınız. Gözlənilməz görüşlər və plansız qonaq gəlişləri mümkündür. Onlar uzun müddət qala bilərlər və siz buna sevinəcəksiniz. Ətrafınızdakı insanların hiss və qayğılarına diqqətlə yanaşmanız münaqişə və mübahisələrdən qaçmağa kömək edəcək, özü də maraqlarınızdan güzəşt etmədən. Qız bürcü 16 Mart 2026-cı il. Gün asan günlərdən deyil, amma israr və qətiyyət istənilən çətinliyin öhdəsindən gəlməyə və maneələri aşmağa kömək edəcək. Köhnə rəqiblər üzərində qələbə qazanmaq, uzanan qarşıdurmanı başa çatdırmaq mümkün olacaq. Hətta ən qeyri-müəyyən şəraitdə belə düzgün qərarlar verəcəksiniz. Ətrafdakılar bunu görəcək və sizin nümunənizi izləyəcəklər. Maliyyə baxımından uğurlu gündür. Pul daxil olmaları, köhnə borcların qaytarılması mümkündür. Bahalı hədiyyələr də istisna deyil. Tərəzi bürcü 16 Mart 2026-cı il. Uğur sizin tərəfinizdədir. Həyatın bütün sahələrində yaxşılığa doğru dəyişikliklər mümkündür. Məqsədləri düzgün müəyyən etsəniz, ətrafdakılara qərarlarınıza təsir etməyə imkan verməsəniz, çox yaxşı nəticələr əldə edəcəksiniz. Müstəqil düşüncə və orijinal baxışlar müxtəlif insanlarla ünsiyyətdə sizə fayda verəcək. Xoş görüşlər mümkündür. Siz çox şey öyrənəcək. İstədiyiniz insanlarla tanışlıq da istisna deyil. Təşəbbüs göstərsəniz və ya heç olmasa marağınızı gizlətməsəniz, romantik münasibətlərin başlanğıcı mümkündür. Əqrəb bürcü 16 Mart 2026-cı il. Gün bəzi çətinliklər və xoşagəlməz sürprizlər gətirə bilər. Amma yanınızda köhnə dostlarınız və sınanmış müttəfiqləriniz olacaq. Onların dəstəyi sayəsində bütün sınaqları aşacaq və heç gözləmədiyiniz yerdə belə uğur qazanacaqsınız. Bu, istirahət gününün çətinliklərini dəf etməyə sizə etibarlı dostlar və köhnə müttəfiqlər kömək edəcək. Dəstək gözlədiyiniz insanlarla səmimi və açıq olun. Hisslərinizi və narahatlıqlarınızı gizlətməyin. İşgüzar səfərlər yəqin ki, çox nəticəli olmayacaq, amma romantik səfərlər çox uğurlu keçəcək.
Ox atan bürcü 16 mart 2026-cı il. Gün gözlənilməz hadisələrlə dolu olacaq. Onların hamısı xoş olmayacaq. Amma siz hətta ən çətin vəziyyətdən belə fayda çıxarmağı bacaracaqsınız. Bir çox ox atanlar köhnə rəqibləri üzərində qələbə qazana biləcəklər. Baxmayaraq ki, bunun üçün xarakterlərini o qədər də xas olmayan sərtliklər göstərməli olacaqlar. Yaxınlarla münasibətlərdə yaxşılığa doğru dəyişikliklər mümkündür. Nə istədiyinizi və hadisələrin necə inkişaf etməsini arzuladığınızı aydın başa düşərək vaxtında təşəbbüs göstərəcəksiniz. Ətrafdakılar da ideyalarınızı məmnuniyyətlə dəstəkləyəcək və hətta ən cəsarətli planların həyata keçirilməsində sizə kömək edəcəklər. Oğlaq bürcü 16 mart 2026-cı il. Xoşagəlməz sürprizlər mümkündür. Sakit qalmağa və soyuqqanlı davranmağa çalışın. Əgər narahat olmağa başlasanız, xüsusilə diqqət və dəqiqlik tələb edən işlərdə səhv etməyə riskiniz artacaq. İlk növbədə özünüzə arxalanın. Köməkçilərlə razılığa gəlmək çətin olacaq və onları nə gözlədiyinizi izah etmək də asan alınmayacaq. İdmanla məşğul olmaq, sağlamlıq prosedurları və aktiv istirahət faydalı olacaq. Boş oturmamağa çalışın. Əks halda əhvalınız pisləşə bilər. Özünüz üçün maraqlı və ilham verici bir məşğuliyyət tapın. Dolça bürcü 16 mart 2026-cı il. Başqalarına kömək etmək istəyi sizi öz planlarınızı dəyişməyə vadar edə bilər. Amma əyləncə və xoş məşğuliyyətlərdən imtina etdiyinizə peşman olmayacaqsınız. Bir çox dolçaları ictimai layihələrdə və ya xeyriyyə işlərində iştirak etmək imkanı sevindirəcək. Üstəlik, bu onların özlərinə də fayda verəcək. Baxışlarınız və dəyərlərinizi bölüşən insanlarla xoş tanışlıqlar və görüşlər mümkündür. Yaxınlarla fikir ayrılıqları istisna deyil. Bəzən hətta xırda məsələlərdə belə ortaq qərara gəlmək çətin olacaq. Amma siz gərginliyi yumşaltmağa çalışacaqsınız və bu sizdə alınacaq. Balıqlar bürcü 16 mart 2026-cı il. Yeni, qeyri-adi və perspektivli işlərə başlamaq imkanı yaranacaq. Vəziyyətinizi yaxşılaşdırmaq, peşəkar mövqelərinizi möhkəmləndirmək və nüfuzlu insanların dəstəyini qazanmaq üçün nə etmək lazım olduğunu anlayacaqsınız. Əvvəllər qazandığınız təcrübə və biliklər işinizə yarayacaq. Onların sayəsində ətrafdakılara çox şeyə qadir olduğunuzu sübut edəcəksiniz. Siz lazım olan anda doğru yerdə olacaq, düzgün şəkildə davranacaq və ətrafdakılar üçün məhz eşitmək istədikləri sözləri deyəcəksiniz. İstənilən qeyri-müəyyən vəziyyətdə intuisiyanıza qulaq asacaqsınız və məhz onun işarələri sayəsində uğur qazanacaqsınız.